Salam əziz və dəyərli izləyicilərim. Gözəl xanımlar, yaxın əyləşin. Bugünkü videom sizin üçündür. Amma ola bilər ki, bəylərdən də gözaltı torbalardan şikayət edənlər olar. Çox suallar gəlmişdi. Əgər bacarsam o suallardan qoyaram videonun üstünə. Çünki mən gözaltı qaralar üçün video çəkmişdim. Orada çox xanım yazıb ki, Məryəm xanım, nə olar gözaltı torbalar üçün də çəkin. Bugün sizə ilk dəfədən effektini göstərən maskalar deyəcəm. Elə şeylər deyəcəm ki, özünüz də çaşıb qalacaqsınız. Harasa tələsirsinizsə, harasa gedirsinizsə və səbəblərini deyəcəm. Nədən olur mənim əzizlərim? Nə etsəniz gözaltı torbalarınız azalar və nə qoysanız 10 dəqiqə ərzində həmin torbalar azalar və gözünüz daha da belə parlaq, daha da gözəl görünər. Amma videoya başlamamışdan qabaq mənim əzizlərim, gözəl bacı qardaşlarım, deyirsiniz ki, Məryəm xanım, biz videoya qulaq asdığımız yerdə siz deyirsiniz ki, videonu bəyənin, takib atın. Bax, elə indicə, çünki bu mənim səhifələrim üçün vacibdir. Qoymurlar bəziləri ki, özünüz də bilirsiniz, mən də bilirəm ki, kimlərdir mənim videolarımı xalqın qarşısına çıxmağa qoymayanlar, kimlərdir bilirsiniz. Elə ona görə də ancaq sevənlərim mənə kömək eləyə bilər. Elə indicə, əgər YouTube kanalımdan izləyirsinizsə, takib atın, abunə olun, şərhlər yazın, Facebookdan, TikTokdan, Instagramdan, hardan izləyirsinizsə çox xahiş edirəm. Elə həmən takib atın ki, bildiriş işarəsini basın ki, sizə gəlsin mənim qoyduğum videolar. Mənim əzizlərim, bəzən bu gözaltı torbaların birincisi səbəbi bilmək lazımdır. Altda yatan səbəbləri bilmək lazımdır. Çünki səbəbi bilməmiş simptomları aradan götürmək olmur əzizlərim. Siz səbəbi bilməmiş simptomları götürəndə bəlkə böbrəyinizdən əziyyət çəkirsiniz, bəlkə ürəyinizdə nəsə bir problem var və yaxud da genetikdir. Çox halda genetik olur. Özünüz bilərsiniz ki, lap yaxın qohumlarınızda da baxmayaraq ki, yaxşı qidalanır, misal üçün hansısa ən yaxın qohumlarınızdan, ailə üzvlərinizdən. Amma buna baxmayaraq göz altında torbalar varsa, demək ki, bu sizdə də genetikdir. Amma yenə də deyirəm, bu sağlam qidalanma ilə əlaqəli bir şeydir. İnanın mənə, güvənin mənə, məni tanıyanlar bilir ki, mən ömrümü oxumağa ayırmışam. Bax, 53 yaşım var, indinin indisində də mən oxuyuram, araşdırıram. Bəzən deyirəm ki, elə bir professor oldu ki, misal üçün, onun yazdıqlarında elə bir şey qalmadı ki, mən bilməyəm. Amma birdən elə bir nüans oxuyuram, deyirəm, mən nətər olur ki, buna fikir verməmişəm. Yəni ki, mən bilməsəm, elmi təsdiqləri olmayan bir şeyləri sizə demərəm. Mənim əzizlərim, sağlam qidalanma, sağlam həyat tərzi birmənalı şəkildə gözünüzdən bildirir sizi. Bax, gözaltı qaraları da danışmışdım ki, qan azlığından ola bilər və s. Girib səhifələrimdə baxa bilərsiniz. Bütün səhifələrimdə var. Gözaltı torbalar da həmçinin sağlam həyat tərzi sürməlisiniz. Yuxu sisteminizi düzəltməlisiniz. Ən birinci yuxunuz normal olmalıdır. Əgər 8 saat yatmasanız, gözaltı torbalarınız getməz. İnanın mənə, nə eləsəniz getməz. Bir də sağlam qidalanmaq, balanslı şəkildə. Lifli qidalarla qidalanmalısınız və gəldik, çıxdıq ən əsas məsələyə. Ola bilsin ki, çox insanlarda duzlu yeyirsiniz və duz yığır bədəninizdə, duz qalır bədəninizdə, bol da su içmirsiniz, gözünüzün altı ona görə şişir. Mənim əzizlərim, bununla da əlaqəli ola bilər, yaşlanmanızla da əlaqəli ola bilər ki, yaşlandıqca kollagen azalır, ona görə də dəri sallanır və o piylər çıxır üzə, ona görə də kölgə yaradır, gözaltı şişlər yaradır. Görürsünüzmü nə qədər səbəbləri var? Bu səbəbləri aradan götürməmiş heç nə xeyir eləməz. Amma belə tez, belə təcili yardım kimi sizə deyə bilərəm ki, bu doğrudan da birə-bir kömək eləyir mənim əzizlərim. Deməli, süd, bax mənim buz gözümdə, xaladelnikin buz gözündə. Pastayanlı varımdır. Yumru vatni disk deyirlər, pambıq diskləri. Baxın, onu 2 qatlayanda gözaltı patçı fasonunda olur. Kimsə bilmirsə patçı nədir? Gözaltı üçün belə maskalar olur, özünüz bilərsiniz, hazır satılır. Amma onların heç birinə inanmıram. İnanın ki, heç birində xeyri yoxdur. Yalandan pul xərcləyirsiniz onlara. Kimin imkanı varsa getsin xərcləsin, eybi yoxdur. Amma mən bilirəm ki, onların köməyi yoxdur. Hamısı yalandır. O pambığı sütə batırırsınız, qoyursunuz buz gözünə. Yaşıl çay, amma yaxşı yaşıl çay olsun, adına razıdır, bir dəfəlik. Məndə buz gözündə qabımda onlar hamısı var. Çünki təcili lazım oldusa, əgər lazım olursa onları eləyirəm. Heç göz altını şişməsə belə, onlar kosmetikadan qabaq onları eləyəndə qırışları açır, qaraltı varsa götürür, şiş varsa çəkir, gözünüz daha gözəl görünür, makyajınız daha gözəl görünür. Ona görə onlar pastayan mənim xaladelnikim
içində var. Pambığı üstə batırıb qoyursunuz. 2 dənə yaşıl çayı dəmləyirsiniz, sıxırsınız. Nə çox sulu olmur, nə çox quru olmur. Qoyursunuz buz gözünə. Bir də 2 ən əsas ingredient. Lap keçmiş devirdən də bunlardan istifadə olunur. Birincisi xiyar, ikincisi kartoşka. Özdə xiyarı, o kartoşka soyan var. Bax onunla soyursunuz. Nəzik, uzun. Bölürsünüz, qoyursunuz. Yığın. Nə qədər çox olsa bir o qədər yaxşıdır. Üzünüzə də onu düzə bilərsiniz hər yerinə. Gözünüzün altına da. Bir də kartoşka. Kartoşkanı da belə təmiz-təmiz yuyursunuz. Qabığını soyursunuz. Özünü belə uzun-uzun, nəzik-nəzik qoyursunuz buz gözünə. Amma diqqətlə qulaq asın. Mən keçən dəfəki videomda da demişdim, gözaltı qaraltılar üçün. Qaşıq da qoyursunuz xaladelnikin at gözünə. Birinci yerinizdən durdunuz, əvvəlcə qaşıqları qoyursunuz. Soruşmuşdunuz ki, Məryəm xanım, qaşığı nətər qoyarıq? Keçən dəfəki videomda gözaltı qaralara da bunu istifadə edə bilərsiniz. Qaşığı qoyursunuz soyuq, buzlu yox. Çünki bizim üzümüzdə hər birimizin üçlü sinir var. Biri gözümüzə gedir, biri burnumuza gedir, biri ağzımıza gedir. Allah göstərməsin ki, onları soyuğa verərsiniz. Üçlü sinirin iltihabını Allah düşməninə göstərməsin. Ona görə həmişə soyuqdan özünüzü qoruyun. Qaşığı qoydunuz gözünüzə, soyuq qaşığı. Görəcəksiniz ki, elə gözəl o gözünüzün altının torbası biraz azaldı. Onu götürdünüz, buz gözündən çıxardırsınız sütlü pambıqları. Yavaşca ya onu qoyursunuz, ya xiyarı, ya kartoşkanı, hansınısa belə çiridabat eləyə bilərsiniz növbəli. Amma çıxardırsınız, çıxardan kimi buzlu qoymayın. Bir neçə saniyə əlinizdə saxlayın ki, sinirinizə soyuq olmasın, göz sinirinizə. Qoyursunuz gözünüzün altına, uzanıb istirahət edirsiniz. Sonra onları götürürsünüz çayı, həmən qaydada adnarazılı çayları gözünüzü yumub, onu birbaşa gözünüzün üstünə qoya bilərsiniz. Pambığı gözünüzün altına taç kimi. Amma çayı birbaşa gözünüzü yumub, qoyub uzanırsınız, qəşəngcə dincəlirsiniz. İnanın ki, gözünüzün altındakı torbadan əsər əlamət qalmayacaq. Təsəvvür edə bilirsinizmi? Həm də makiyajınız gözəl duracaq. Sonra da mən bu sirrimi də sizə deyim. Mən micellarno suyumu çox soruşmusunuz. O birisi videomdakı micellarno su nədir? Micellar suyudur. Üzü uvajniyat eləyir, nəm eləyir, yaxşı eləyir, qırışları açır. Belə tərcümə eləyə bilərəm. Kosmetik vasitələr satılan mağazalarda satılır. Mən onu da soyuducuda saxlayıram. Buz gözündə yox, soyuducuda. Ondan çıxardırsınız, vurursunuz üzünüzə, tamam, quruyandan sonra makiyajınızı çəkirsiniz. Sizə bu haqda da məlumat verdim. İnanın ki, o qədər sevinəcəksiniz ki, Məryəm xanım, həqiqətən də əl çatan, amma birə-bir təsirini göstərən maskalardır bunlar gözaltı torbalar üçün. Amma həyat tərzinizi də düzəltməsəniz, inanın ki, heç nəyin xeyri olmayacaq. Ümumiyyətcə, xəstəlik, sağlam qidalamamaq gətirir, xəstəliklərə çıxardır, yaxşı yatmamaq həm gözaltı qaralara, həm gözaltı torbalara, həm də ki, kortizol stres hormonunuzu artırır, birbaşa yaman günə qoyur sizi. Və deyim ki, mənim əzizlərim, əgər sağlam həyat tərzi sürmək istəyirsinizsə, qəbizlikdən, qazdan, kökdən azad olmaq istəyirsinizsə ki, əgər qəbz olursunuzsa, təsəvvür eləyin, hər bir insanın orqanizmində 36.6 dərəcə temperatur var. Və o temperaturda da təsəvvür eləyin, yeməklər qalsa nə vəziyyətə qalar. Bağırsağımızda da nəcis qalanda, üzr istəyirəm, o vəziyyətə düşür. Zəhərlənmə verir, toksinlər verir. Üzünüz yaman günə, bərbad günə düşürsünüz, prişklər və s. Sağlam şəkildə siyana çaysız, aclıq otusuz, maqnisulfat duzsuz ki, mən bir mütəxəssis olaraq təhsilimi Rusiyada aldığım üçün mənim əzizlərim, mən onları qadağan eləyirəm qrupumda. Hətta qara kömür belə qadağandır qrupumda. Buyura bilərsiniz, bircə dəfə 20 manat ödəyəcəksiniz. Hər ay ödəmirsiniz. Bəylər üçün qrupum ayrıdır, dəyərli qardaşlar, xanımlar üçün qrupum ayrıdır. Və gözəl bacılarım, sizin üçün peelinglərin reseptini atıram. Dırnaq göbələyin azad olmağın sirrini örgədirəm. Saçınızın gözəlliyi sirrini örgədirəm. Bütün bunlar hamısı bircə dəfə 20 manatın içindədir. Buyura bilərsiniz, nömrəm Rusiyanın WhatsApp nömrəsidir. Amma olduğu kimi necə tələffüz edirəmsə, videonun üstündə yaza bilmədiyim üçün YouTube profilimdə, TikTok profilimdə var. Amma bəziləri tapa bilmədiyi üçün səsli şəkildə tələffüz edəcəm. Necə tələffüz edirəmsə, o cürə də yaddaşa salın. Heç bir əlavələr eləməyin, tiriyə qoymayın, 55-70 yazmayın. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çox alsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.